varlı olan vaxt orta həddə riayət eləmək. İmkan əlvət düşdü da hər şeyin ən bahalısını alma. İmkanın ola orta həddə riayət eləmək. Bu Allahın ən xoşuna gələn əməldir. Deyir, imkan var, özüm qazanmışam, öyle özümündür, necə istəyirəm elə yaşayıram, yox. Orada çalış, orta həddə riayət elə. Çünki hamı öyrəşəcək, ailə də öyrəşəcək o yüksək dərəcəyə, sonra çətin olacaq. Ona görə orta həddi müəyyən elə, həm özün üçün, həm ailən üçün Allaha xoş gelir. İmkanlı vaxtında həddi aşma. Ki bugün var, dağıdım, xərcliyim, sabah olmasın, yox. Orta həddə riayət elə. Mal, sərvətdə varın çox olanda, ona uyğun da məsrəfi qaldırma. Sadə yaşa, orta həddə yaşa. Sadə demir kasıb, orta həddə yaşa.